Medallarım. Bəli, bu mənim uğurumdur. Bu mənim hər statusda, hər atdığım addımda əziyyətlə qazandığım uğurlarımdır. Gəlin bu medalları necə qazanmışam və onların materialı haqqında məlumat verim sizə. Deməli, bir şirkət sizə 3 həftədən bir gəlir verir. Eyni zamanda bonusları verir, hansı ki 1500 manatdan başlayır, 1.500.000 manata qədər artan kvalifikasiya bonusları verir. Və hətta çox şaxəli bonuslar sistemi var. Eyni zamanda bununla bərabər xarici səyahətlər təqdim edir. Hələ bu da yetmir, sizə belə dəyərli znaçoklar hədiyyə edir, hansı ki qızıldan ibarətdir və üzərində Sibir brilyantı var. Deməli, mən sizə öz şirkətim haqqında bir daha məlumat verim. Mən Fabirlik şirkətinin artıq 9-cu ilə keçəcək ki, əməkdaşıyam. Fabirlik şirkətinin lideriyəm və uzun illərdir bu şirkətdən qazanc əldə edirəm. Və təbii ki, bu qazancım stabil deyil, artan gəlirə sahibəm. Əlavə olaraq da hər dəfə statuslarımızı bağlayanda şirkət bizə yüksək məbləğdə bonuslar təqdim edir. Bu da yetmir, əlavə olaraq dediyim kimi znaçokları alırıq. Deməli, znaçoklar gümüş rütbədən başlayaraq qızıl, tərkibi qızıldandır. Eyni zamanda üzərindəki brilyant qaş təmiz brilyantdır. Yəni elə belə bildiyimiz brilyantlardan deyil, hansı ki ucuz. Hər biri Rusiyada hazırlanır və bizə beynəlxalq səhnədə, beynəlxalq forumda təqdim olunur. Təbii ki, bu znaçoklar gümüşdən başlayaraq verilir. Məndə gümüş yoxdur, çünki burada gümüşün olmamağın səbəbi onu hədiyyə etməyimdir. Təbii ki, peşmanam mı? Peşmanam. Çünki hər birində mənim əziyyətim və zəhmətim var idi. Gərək hədiyyəmi kiməsə verməzdim. Bu mənim yanlışım olsun. Siz etməyin. Öz hədiyyənizi özünüzdə saxlayın. Hətta ehtiyac duysanız belə satmayın. Yalnız özünüzdə saxlayın. Qızıldan başlayaraq məndə hal-hazırda gördüyünüz znaçoklar var. Qızıl rütbəmə görə bir brilyant qaşınan 5 qrama yaxın, daha doğrusu 5 qramdan artıq znaçok, təmiz rus qızılı və üzərində də təmiz brilyantdır. Bildiyiniz o ucuz brilyantlardan deyil, bir daha deyim. Daha sonra yaqut üçün, yaqut direktor üçün gördüyünüz znaçok 2 brilyant qaşınan və təmiz qızıldan 6 qrama yaxın və brilyant znaçok, yəni brilyant statusuma görə, təsdiqlədiyimə görə 3 brilyant qaşınan 6 qrama yaxın qızıl və elit statusuma görə 4 brilyant qaşınan 6 qram qızıl və artıq da ola bilər. İndi onların tam qram çəkiləri mən deyə bilməyəcəm, amma 5-6 qram arasıdır. Və təbii ki, daha da rütbələr artdıqca daha yaxşı qızıllar, daha yaxşı brilyantlar əldə edəcəksiniz. Yəni bir şirkət bundan artıq nə etsin? Bir şirkət bundan artıq bizə nə versin? Şirkətdə bonuslar, müxtəlif bonuslar var ki, hansı ki kvalifikasiya bonusları, analıq bonusu, daha sonra stabillik bonusu və əlavə olaraq sürətli start bonusu. Başqa firmalardan gələnlər bir plus öndədir. Nəyə görə? Böyük komanda ilə gəlib daha çox bonus götürəcəksiniz. Bunun üçün təbii ki, mənə müraciət etməyi unutmayın. Çünki işi peşəkarından təlim almaq lazımdır. Və əlavə olaraq da təbii ki, digər bizim hansı ki gəlir sahələrimiz var ki, bu məntəqə gəliridir. Yəni gəlir sahələrimiz çoxdur, boldur. Hər birinizi öz şəbəkəmdə gözləyirəm. Daha sürətli artım üçün mənə yazmağı unutmayın.